Süni intellekt kimləri işsiz qoyacaq? Bəziləri bu texnologiyanı gələcəyin möcüzəsi kimi görür. Bəziləri isə qorxur. Görəsən işimizi əlimizdən alacaqmı? Bəs əslində nə baş verir? Süni intellekt artıq bir çox sahədə insanları əvəz etməyə başlayıb. Xüsusilə də təkrarlanan, qayda-qanunla işləyən peşələrdə. Məsələn, ofis işçiləri, məlumat daxil edən operatorlar, müştəri xidmətləri, zəng mərkəzləri, sürücülər, kuryerlər, kassirlər və s. Bu sahələrdə süni intellekt daha sürətli, daha ucuz və bəzən də daha dəqiq işləyə bilir. Amma bu o demək deyil ki, bütün peşələr yox olacaq. İnsanların emosional zəka, yaradıcılıq və dərin düşüncə tələb edən sahələrdə rolu hələ uzun müddət davam edəcək. Məsələn, müəllimlər, psixoloqlar, həkimlər, rəssamlar, dizaynerlər, yazıçılar və təbii ki, süni intellekti proqramlaşdıran mütəxəssislər. Süni intellekt iş yerlərini yox etməyə deyil, dəyişdirməyə gəlir. Əsas sual budur. Biz bu dəyişikliyə nə qədər hazırıq? Öyrən, inkişaf et, uyğunlaş. Gələcəyin sənə ehtiyacı var.